Əziz Ordu kənd sakinləri, kəndimizin gözəl insanları. Horovluda ağsaqqallar seçkisi. Formal proses, ciddi suallar və artan narazılıq. 2026-cı il aprelin 7-sində Cəbrayıl rayonunun Horovlu kəndində keçirilən Ağsaqqallar Şurasının formalaşdırılması ilə bağlı tədbir ilk baxışda təşkilati xarakterli bir yığıncaq kimi təqdim olunsa da, prosesin gedişi və səsləndirilən fikirlər onu daha da geniş ictimai müzakirə predmetinə çevirmişdi. Tədbirin ümumi gedişi göstərdi ki, namzədliyin irəli sürülməsi və seçim mexanizmi formal çərçivədən kənara çıxmamışdı. Belə ki, sədr vəzifəsi üçün yalnız bir nəfərin namzədliyinin təqdim olunması və səsvermə zamanı iştirakçıların ayağa qalxaraq eyni şəxsin adını təkrarlaması prosesin əvvəlcədən müəyyənləşdirilmiş ssenar əsasında təşkil edildiyi qənaətini gücləndirir. Bu hal seçkinin rəqabət mühitindən uzaq keçirildiyini açıq şəkildə ortaya qoyur. Bununla yanaşı seçkidən dərhal sonra həmin şəxsin əvvəlcədən müəyyən etdiyi şəxslərə idarə heyətinə üzv kimi təqdim etməsi və onların da faktiki olaraq təsdiqlənməsi idarəetmə strukturunun formalaşdırılmasının əvvəlcədən planlaşdırıldığını deməyə əsas verir. Bu isə şəffaflıq prinsipinin pozulması ilə bağlı narahatlıqları da artırır. Tədbirin iştirakçı tərkibi ilə bağlı müşahidələr də diqqət çəkmişdi. Belə ki, iştirak edənlərin bir hissəsinin tədbirin mahiyyəti və keçirilmə prinsipləri barədə yetərli məlumata malik olmadığı görünmüş, digər hissəsinin isə əvvəlcədən hazırlanmış və müəyyən istiqamətdə yönləndirilmiş şəxslər olduğu təəssüratı yaranmışdı. Bu vəziyyət tədbirin ümumi obyektivliyinə və ictimai legitimliyinə kölgə salan amillərdən biri kimi qiymətləndirilə bilər. Tədbirdə kənd sakini Doğru Xəbər TV informasiya portalının direktoru Kamal Əskərov da iştirak etmiş və çıxışı zamanı bir sıra mühüm məqamlara toxunmuşdu. O, çıxışında keçirilən prosesin geniş ictimai maraq doğurduğunu vurğulamış, prosesin qeyri-şəffaf keçirildiyini açıq şəkildə qeyd etmiş, bu kimi tədbirlərin qapalı formada deyil, ictimai nəzarətdə açıq və şəffaf prinsiplər əsasında həyata keçirilməsinin vacibliyini vurğulamışdı. O, çıxışında xatırlatmışdı ki, əvvəlki dövrlərdə fəaliyyət göstərmiş bəzi şəxslərin davranışları cəmiyyət üçün mənfi nümunə olmuşdu. Xüsusilə qeyd etmişdi ki, Qarabağ müharibəsində sağlamlığını itirmiş bir qazinin sosial problemini gündəmə gətirdiyi üçün Cəbrayıl rayon icra başçısı Kamal Həsənovu tənqid etdikdən sonra o dövrdə rayon Ağsaqqallar Şurasında təmsil olunan mərhum Fuad Şəhriyaroğlu tərəfindən qazinin deyil, məmurun müdafiə olunması cəmiyyət tərəfindən bir mənalı qarşılanmamışdı. Kamal Əskərov bu kimi halların yol verilməz olduğunu vurğulayaraq bildirmişdi ki, bugün keçirilən seçkilər də daxil olmaqla gələcəkdə seçilən şəxslər əvvəlki səhvlərdən nəticə çıxarmalıdır. Əks halda belə halların təkrarlanacağı təqdirdə o bu məsələlərə qarşı açıq mövqe nümayiş etdirəcəyini və həmin neqativ halları ictimaiyyətin diqqətinə çatdıracağını ifadə etmişdi. Həmçinin kənddə mövcud problemlərin həlli ilə bağlı mühüm məqamlara da toxunaraq qeyd etmişdi ki, bu kimi məsələlərin həllində kənd sakinlərindən maddi dəstək tələb olunması doğru yanaşma deyil. Əksinə, imkanlı iş adamlarının da bu proseslərə cəlb edilməsi və sosial problemlərin daha sistemli şəkildə aradan qaldırılması vacibdir. Çıxış zamanı Cəbrayıl rayonunun Milli Məclisdə təmsil edən deputat Ceyhun Məmmədovun fəaliyyəti ilə bağlı da fikirlər səsləndirilmişdi. Bildirilmişdi ki, deputatın uzun müddətdir kənd sakinləri ilə birbaşa görüşlər keçirməməsi, onların sosial vəziyyəti ilə yaxından maraqlanmaması müəyyən narazılıqlara səbəb olmuşdu. Eyni zamanda Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri, hörmətli, ehtiyatlı olan polis polkovniki Vaqif Məhərrəmov cənablarına müraciət edərək qeyd etmişdi ki, belə hallarda deputatların seçicilərlə daha sıx təmasda olması üçün öz imkanlarından istifadə etmələri məqsədə uyğun olardı. Horovlu kəndində keçirilən bu tədbir müşahidə olunan proseslər və səsləndirilən fikirlər fonunda yerli ictimai münasibətlərdə mövcud problemləri və narazılıqları açıq şəkildə üzə çıxaran bir hadisə kimi qiymətləndirilə bilər. Lakin prosesin gedişində müşahidə olunan məqamlar onu göstərir ki, şəffaflıq, iştirakçılıq və real seçim imkanları təmin olunmadıqda, belə təşəbbüslər cəmiyyətin gözləntilərini doğrultmur. Əksinə, qeyri-şəffaf və formal xarakteri daşıyan tədbirlər ictimai etimadı zəiflətməklə yanaşı, gələcəkdə bu kimi institutlara olan inamın azalmasına səbəb ola bilər. Bu baxımdan şəffaf keçirilməyən tədbirlərin cəmiyyətə müsbət təsir göstərməsi mümkün deyil. Əziz Ordu kənd sakinləri, kəndimizin gözəl insanları. 33 ildən sonra artıq yenidən doğma torpaq
torpaqlarımıza dönmüşük. Öz vətənimizə, evimiz obamıza qayıtmışıq. Əlbəttə ki, burada şəhidlərimizin, qazilərimizin böyük xidmətləri olub. Elə bu gözəl şərait yaratdığına görə dövlətimizə təşəkkür edirik. Şəhidlərimiz Allah rəhmət etsin, qazilərimizə çox sağlıq versin. Gözəl şərait yaratdılar, gözəl evlər çıxdılar. Mən istəyərdim ki, tədbirimizə başlamamışdan öncə şəhidlərimizin əziz xalqasını bir dəqiqə daha süsbə yaratdılar. Allah rəhmət etsin. Əziz kənd sakinlərimiz, yəqin ki, mediadan, sosial şəbəkələrdən eşitirsiniz. Biz məktəbimizdə, belə deyək də, kəndimizdə bir çox müəssisələrin açılışını eləmişik. Məktəbin artıq bağçanla açılışı olub. Bunun hamısı dövlətimiz tərəfindən bizə göstərilən qayğı və diqqətdir. Yəni, burada bizim övladlarımız təhsil alacaqlar. Bizim kəndimiz tarixən ziyalılar kəndidir. Yəni, ziyalılarımızın sayı demək olar ki, saysızdır. Yəni, mən yəqin ki, otağında asaqlarlar gördü, alimlərimiz var. Yəni, həmin bu məktəbdə bizim bağçamızdan, yəni, uşaq körpələrindən gələcəkdə alimlər çıxacaq, generallar çıxacaq, müəssisə rəhbərləri çıxacaq. Allah hamısına can sağlığı versin, kəndimizin ağsaqqallarına, albirçəklərinə, cavanlarına Allah özü yar olsun. İnşallah dövlət bizə bu cür şəraiti yaradıb, bizim də vəzifəmiz borcumuz odur ki, dövlətə dəstək olaq. Bu şəraiti, bu gözəlliyi qoruyub saxlayaq. Bugünkü tədbirimizin xoş gəlmişsiniz, buyurun. Bugünkü tədbirimizin əsas məqsədi dövlətimizə dəstək olmaqdır. Xoş gəldilər. Cəbrayıl rayonu Ağsaqqallar Şurası, Vaqif müəllimə təşəkkür edirəm, komandasına təşəkkür edirəm. Demək, bugün gördüyünüz kimi Cəbrayıl rayonunun Ağsaqqallar Şurasının üzvləri başda Vaqif müəllimə olmaqla, yəqin ki, hər birimiz tanıyırıq. Uzun müddət Cəbrayılımızın bir naminə çalışan, yəni Cəbrayıl kimi həmişə Cəbrayılın yanında olan əsl Ağsaqqal Vaqif müəllim bu tədbirimizdə iştirak edir. Çıxışsız söz verir Vaqif müəllim, duyusun fikirlərisində bölüşsün. Çox sağ olun, var olun, takdir. Əziz və hörmətli Horoğlular, əziz və hörmətli Horoğlular, bunu bir neçə dəfə deməkdən mən yorulmaram. Allah sizin hər Horoğlu cəmaatı vaxtında hələ Sovet dövründə, onun sonraki illərdə Horoğlu cəmaatı həmişə öndə olurlar, vətənpərvər olurlar, torpağı sevən olurlar. Horoğlu'nun heç təsadüfüdür ki, bu müharibədə deməli, artıqsa təxminən 26-dan çox şəhidi var, nə qədər qazisi var. Horoğlu, mən bir nəfər burada mənim keçmiş polislərindən bir neçəsi iştirak edir. Mən indi onlar sağ-salamatlar, amma əziyyət çəkib, zülüm çəkmiş, döyüşmüş olanlardır. Amma mən birinin adını istəyirəm ki, çox fəxrlə çəkəm, o Məhərrəmov Rahib Öyküşoğlu'ydu. Bu Məhərrəmov Rahib həqiqətən qəhrəman oğuldur, qəhrəman oğuldur. 93-cü il dekabr ayının 25-də artıq bugün Cəbrayıl da işğal olunmuşdu, Ətbaq rayonlarla bərabər. Biz daxili qoşunların tərkibində döyüşürdük. O vaxt mən də elə bu komandanın yanındaydım, yəni həmin döyüş gedən vaxtda.
hardasa bir 20-30 metre aramızda mesafe vardı. Orada deməli düşmənin tankı vurdular. Üstümüze gelen tankı vurdular. Tank tüstülendi, yandı. Uşaqlar deməli qalxdılar, postdan qalxdılar əyəbəki, baxsınlar sevincə, vurduq, elə, baxırlar, baxanlar tankın böyründə gələn bitir, surətli bitir. Nə tərbiyədirsə bizim uşaqlardan Rahib Məhərrəm o randik deyirlər onu, sonra Rahib Məhərrəm o və Cabbar orada şəhid oldular. 8 nəfər polis işçisi də yaralandılar. Demək istəyirəm ki, Rahib çox qoçaq olan ondan sizin kəndçiniz olduğuna görə ondan bir-iki epizodu deyil mi? O deyirdi ki, mənim ölümdən qorxum yoxdur. Düşmənin məhv eləməyə hər dəqiqə hazıram. Amma mənim atam invaliddir və mən qorxuram ki, başıma bir iş gələ, atam, anam qocarlar. Onlar pis vəziyyətə düşərlər. Bir ondan deyir qorxuram. Bu onun sözüydür. Onu deyir, amma hara göndərmiş döyüşə birincilər sırasında gedirəm və gedirdir. Yəni, bax, bu, elə onu, təhsil onu misal çəkmək yerinə düşər ki, Rahib Məhərrəm bizim Cəbrayıl polisinin də fəxridir, sizlərin də kəndçiniz kimi fəxriniz olmalıdır. Allah ona qərqəni rəhmət edəsin, Allah cəmi şəhidlərimizin hər birinə qərqəni rəhmət edəsin. İndi hörmətli dedi, bəli, biz həmin o şəhidlərin hesabına, həmin o qazilərin hesabına düşmənin it kimi qovdu, düşmən it kimi qovuldu, bizim hər birimizin qisası düşməndən alındı. 30 il zülüm çəkdi Cəbrayıllar, sizlər də o cümlədən böyük əziyyətlər, zülümlər çəkdi 30 ildə. Amma nəticə çox güclü oldu. Ordumuzun ali baş komandanı, ölkə prezidenti Cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə ordumuz hücuma keçdi və 44 günə düşmənin darmalarını dağıtdı. Və bizim hər birimizin qisası düşməndən alındı. İndi hər yerdə abadlıq işləri gedir, hər yerdə tikinti gedir. Cəbrayılın təkcə ilə yaxud dedim Asaqalara, deməli 92 kəndi var. O kəndlərin hamısı ucqarından tutmuş mərkəzdəki kəndəki hamısı darmadan vardı, Horovlu kimi, Cəbrayıl şəhəri kimi. Demək istəyirəm ki, eləcə də Füzuli, Ağdam, Kəlbəcər, Laçın, bunların hamısı o formada dağılmışdı. Amma indi surətlə dövlətimiz iş görür. Və biz də burada büyük nəsil gəlməkdə məqsədimiz odur ki, Cəbrayılda Rayon Ağsaqqallar Şurası büyük fəaliyyət göstərir. Onlardan bir neçəsini burada siz görürsünüz. Və Ağsaqqallar Şurası Cəbrayılda mən belə gəlir ki, çox fəaldır Cəbrayıldakı Ağsaqqallar Şurası. Nümayəndəli ilə əlaqəli işləyirik və nümayəndəliyin bəzi məsələlərdə ona həm dəstək oluruz, həm də özümüz qabağa düşüb o işləri görürük. Ki, yəni problem o işdə darmadağın dağılıqda problem en qədərdir. Amma bu problemləri vərlə, ardıcıllıqla, davamlı olaraq biz yavaş-yavaş yoluna qoymalıyıq və Allah qoysa qoyacaq da. Eləcə də indi Horovluda bu qəşəng, möhtəşəm bir kənd salınır. Bu kənd, bu regionda heç olmayan bir kənddir. Zəngilanın Ağalı kəndindən də gözəl bir kənd salınır sizlər üçün, bizlər üçün. Allah sənə şükür, dövlətimizə hədsiz minnətdarlığımızı bildirməliyik. Bununla yanaşı özümüz də fəal olmalıyıq, işləməliyik, hərəkət eləməliyik. Çünki burada əlimizin üstə qoyub burada maşallah bir belə ordu var. Əlimizin üstə qoyub dayansaq, heç bir iş görməsək, işlər çox ləng gedəcək. Amma biz də çalışıb nəsə eləməliyik. Mən bir neçə məsələləri misal çəkdim və orada hörmətli direktorun iş otağında yoldaşlar Ağsaqqalları. İndi onları təkrar eləmək istəmirəm, amma işlər görülür və istəyirik ki, sizlər də burada qabaqda gedəsiniz, qabaqda olasınız. Allah sizə can sağlığı versin. İndi şəxsən biz istəyirik ki, demokratik çox danışma olar. Biz sizinlə danışıb çox tez-tez Allah qoysa görüşəcəyik, tərbiyələrimiz də olacaq. Amma istəyirik ki, bu
bu kənddə bir Ağsaqqallar Şurası yaradır. Cəbrayılın demək olar ki, böyük əksəriyyət kəndlərində kənd Ağsaqqallar Şurası yaradılıb, fəaliyyət göstərir. Sizdə də Ağsaqqallar Şurası indi istəyirik ki, yaradaq. Yəni sizin özünüzün təklifinizlə kimi istəsəniz, kimi təklif edəsəniz, o məsələlərə biz burada baxacaq və həmin yoldaşı sədri seçəcək, onun bir nəfər müavini olacaq, idarə heyəti olacaq. İdarə heyəti kənd Ağsaqqallar Şurasının 3, 5, 7, 9 nəfərdən ibarət. Məncə, ondan yuxarı qalxmaq olmaz. Siz nə qədər təklif edirsinizsə, o idarə heyəti yaradacaq. Kəndin Ağsaqqallar Şurasını idarə edəcək həmin o idarə heyəti, amma onun sədri də təbii ki, bu işlərə rəhbərlik edəcək. Beləcə də təftiş komissiyası yaradacaq. Demək istəyirəm ki, əgər məsləhətinizsə, yerlərdən təkliflər verəsiniz bizə, siz kimləri istəyərsiniz idarə heyətinə üzvlük görəsiniz, kimi istəyərsiniz sədr görəsiniz, kimi istəyərsiniz müavin görəsiniz, bunları təklif edəsiniz və hörmətli direktor dedi, bəli, Horovlu elə-belə kənd deyil, Horovlu ziyalı kəndidir, o direktorun iş otağında gördük o adamların şəklini ki, onlar Respublika əhmiyyətli həkimdirlər, cərrahdırlar, Respublika əhmiyyətli adamlardırlar. Eləcə də mən bir yaxınım da, daha doğrusu doğma bibim də bu kənddəndir, Şövkət Zərin Horovlu. Onun da intihası xahiş edəcəm ki, onun niyə şəkili yoxdur orada. Onun 50-dən çox kitabı çıxır. Yəni, demək istəyirəm ki, o da çox möhkəm yaradıcılığı ilə məşğuldur. Həyat yoldaşı, Elmlər doktoru, profesör Hüseyin Məhərrəm oxuyur. Allah sizlərə can sağlığı versin, çox danışmayaq. Mən burada köçəli kişini görürəm. Köçəli kişi deyir ki, var mənim may ayının 15-də 90 yaşım tamam olacaq. Allah qoysa, sənə Allah can sağlığı versin. Deyir, bunu harada keçirir? Deyir, ben burada keçirəcəyik. Orada, bax, bu tədbirləri biz burada keçirəcəyik. Hər birinizin yaşı 70, 75, 80 və ondan yuxarı olanlar. Hər birinin yubileyini də xahiş edəcəyik. Kənd Ağsaqqallar Şurası keçirsin, biz də ona dəstək olacaq. Bütün bu məsələlər. Eləcə də Cəbrayılda biz bunu artıq eləyirik. Bir neçə Ağsaqqalın yubileyini keçirmişik. Bu niyə olmamalıdır? Bir belə əziyyətdən sonra, bir belə şəhidlikdən sonra gəlib bu yaşa çıxmışsınız, indi sizə mənəvi dair olmaq lazım. Sizin ad gününüz, yubileyiniz təntənəli şəkildə keçməlidir və biz Ağsaqqalların borcudur, onun eləyək. Allah sizə can sağlığı versin. İcazə versəniz, biz sizin istəyirik ki, siz tərəfinizdən təkliflər bizə verilsin. Kimləri görmək istəyirsiniz, kəndinizin Ağsaqqallar Şurasında. Çıxış sözünü. Hoş gördük. Ağsaqqallar salonuyla hoş geldiniz. Ben çok vaktimi zannettim. Sadece kısa fikrimi bildireceğim. Ben tanıyanlar tanıyorum. Bazı memnunlar. Hiçbir itirazım yok. Seçilsin. Ama bir zamanlar bir hadiseni ben hatırlatmak istedim. Herkes tayin edildi ki Ağsaqqal olanlar veya her hansı bir salahiyetli şəxs olanlar gərək ədalətli, vicdanlı olsun. Biz hamımız şəhidlərimizə rəhmət edirik. Qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı deyirik. Amma bəzən bunu deyən şəxslər onlardan yuxarı deyirlər. Həqiqətən onlar üçün rəhmət deyənlər əməlində olmuyor. Mən bir zamanlar Mərzanlıqdan olan Novruzov, qazi bir ərdə olmayan bir qazini müdafiə etdiyimə görə mənə Allah rəhmət edəsin, Fuad məndən üsyanlar var ki, yəni sən Kamal Həsənova icra etməkdir. Niyə tənqid yazırsan, niyə onun barəsində söyləməmişdirlər? Bunu edəcəm, onu edəcəm, yəni bu xatırlardır ki, indi tədbirinizi davam etdirərsiniz, bir də seçmişdir, Allah eylesin. Amma gələcəkdə belə bir məsələlərdə hər hansı bir olsa da
yəni belə deyək ki, ədalətsiz yanaşma olsa da, mütləq şəkildə mən qarşıda olacağım media nümayəndəsiyə adım Bəstiyarov Kəmaldır, tanımayanlar üçün deyirəm bunu. Demək istəyirəm ki, onlar mənim üstümə baxırlar. Veteranlar bildikləri, mənim ailələr, cəmiyyətlər var ki, hər bir vaxt mənim üstümə ki, sən bir məmurdur, məmur məni deyirlər də fərqli şeydir, məni də fərqli deyirlər, inkişafdır. Amma məmurun yanında durub bir ehtiyaclı bir insanı belə ümitsіз buraxmaq bu yaxşı hal deyil. Mən yenə də deyirəm ki, əslində mən heç istəməzdim ki, bu cür seçim olsun. Yəni seçimin qapalı da seçim ola bilərdi ki, ədalətli göstərməlidir. Amma yenə də deyirəm ki, mənim nə özümün, nə yaxınlarımın, nə dostlarımın belə bir məsələdə seçilməsi ya təşəbbüslərin sürməsi qətiyyən belə bir şey yox. Olmayacaqlar. Mən üstəlik bir media qurumunun rəhbəriyim. Bu baxımdan deyirəm ki, mən xahiş edirəm ki, Adım müəllisə böyük hörmətim var. Bunu siz də bilirsiniz. Mən başqalarına hər hansı bir fikirlərimi desəm də, bugün mən təqdim edirəm deputatımı. Cəmi Məmmədov bir dəfə olsun 4 ayda mən mükkəffir gəlib cəmaatla görüş geçirim. Aslında olan sizə xahiş edirəm ki, Adım müəllim şəxsən sizə. Cəmi müəllim sanki belə deyil də oturur, Milli Məclisdə həyat da Ramazan aylarında televizyonlara çıxır. Mən şəxsən mükkəffir olduğum müddətdə nə qədər sosial problemli vətəndaşlar mənə yaxınlaşıb, mənə müəyyən məsələlərdə xahiş edirlər ki, vasitə çox işə düzələr və yaxud da başqa bir məsələ problemlərimiz belə məsələlərdə axsaqqallıq etmək lazımdır. Belə məsələlərdə önlü olmaq lazımdır. Burada statüs olanlar var. Amma mən bir şey deyim ki, o statüs olan şəxslərin çoxu məlumat verilmiş. Yəni şəhid ailələri, razı olsun, onların çözülmədiyi problemləri məsələmişəm. Şəxsən deyim, araşdırarsınız ki, Hidayət Quliyev var ki, siyasətlə, birinci Qarabağ müharibəsinin birinci qrubu 50'dir. Novruz Novruzov icra başçısında boynu atıldı. Ona aşkarat deyildi. Mən öz təşəbbüsümlə Əmək və Aile Sosial Müdafiə Nazirliyinə xahiş etdim. Onu bugün nasılsında edir. Yəni, belə işlər görmək lazımdır. Statusdan deyil, iş əməllə olmalıdır. İstər cavan olsun, istər yaşlı olsun. Mən bu qədər təşəkkür edirəm. Yenə görüşümlərdə... Şəsir gülmə. Onlar çox sağ olun. Mən sizi şöyle tanıyıram. Sizi özünüzə də, nəslinizə də böyük hörmətim var. Şəxsən olmansınız. Sizin əminizin profesör olmadı, ondan sonra atanızın zəhmətkeş olmadı. Yeni gelmiş bacım da alimdir, bacım da elimler var. Ümumiyyətlə verir. Siz tanınmış, ziyalı bir ailəsiniz. Demək istəyirəm, yox, bir dəqiqə təklifiniz istəyəcəm ki, sən ümumiyyətlə yaratıcı adamsan, yazarsan, bu işlər çox yerində. İndi biz bu işin günövləsindən başlayırıq. Yəni, hələ ki, Ağsaqqala Şurası yararlıdır. Məqsəd, ondan sonra sizin hamınız birlikdə Ağsaqqala Şurasının arxasında olacaqsınız. Ağsaqqala Şurası da sizin dediyiniz və demədiyiniz məsələlərlə məşğul olacaq. Allah gözü olacaq. Yəni, bizim bitirdiyimiz bir şey yoxdur. Biz ictimai bir kurumda işləyirik. Və bu kurumu da sizli bizli ələlə verib və biz indi bu saat daha çox söz deyək. Əvvəl indi məndə də vəzifə var idi. Bu çox məsələləri ki, deyə bilmirik. Amma indi deyirəm, mən bu hörmətli Cəbər Ağsaqqalları bilir ki, tez-tez biz nümayəndəlikdə onun sözümüzü deyirik və sağ olsunlar, onlar da bizi eşidirlər. Amma problem çoxdur deyə, yavaş-yavaş da bunlar hamısı həll olacaq. Hələ ki, birinci burada bu şuranı yaradaq, şuraya sədr seçək, ondan sonra samballı bir 5, 7, 9 nəfərlə idarə heyəti, işçi heyəti seçək sizlərdən. Ondan sonra ələ verin işləyəsiniz, biz də sizə dəstək edəcək. Allah canını sağlasın, istəvələ edeyim. Mən bir şey demiyorum. Sadece onu demək istəyirəm ki, bugün kənd cəmaatına köklənməyək. Mən işidirəm, bəzilər deyir ki, bir iş görmək üçün kənd cəmaatından yığılaq, bir şey alaq, maddi baxımdan toplanaq. El olmamalı. İnsanın əlaqəsi geniş olmalı. Şəxsən mən onun əleyhinə, Cəbrayılda da mən onun əleyhinəyəm. Bəzi məsələlərdə biz istəsək də eləyirlər, amma mən
məqsədimiz, istəyimiz ağsaqqallara belə deyək ki, dəstək olmaqdır, köməklik göstərməkdir, dövlətə dəstək olmaqdır, dövlətə belə deyək ki, gördüyü işlərə dəstək göstərmək lazımdır. Təklifimiz, daha doğrusu sizin təklifiniz azad əmr oldu. Yenə də sizin təklifinizə, məsləhətinizə hörmətlə yanaşıram. Səsə qoyuluq. Horovlu kənd Ağsaqqallar Şurasının sədri Azad əmrin olmasına. Azad əmr, buyur. Tribunaya sizi təbrik edirik. Siz danışmamışdan əvvəl mən hörmətli zalım bir daha seçim sizindir. Cəbrayıl Ağsaqqalları, Horovlu Ağsaqqalları. Siz seçiminizi etdiniz. Yəni Azad müəllimi familiyası nədir? Cəfərov, Azad Cəfərov. Cəfərov Azadı kəndə Ağsaqqallar Şurasına sədr seçdiniz. Ancaq bundan iş bitmir. Birinci, mən sizdən bir xahişim olacaq ki, hörmətli Ağsaqqallar, bu ictimai bir işdir. Siz əgər siz indi sədr seçdiyiniz Azad müəllimin arxasında durmasanız, bəzi məsələlərdə, onun təkliflərində, ya sizin özünüzün təklifləriniz olacaq. Azad müəllim bu şuranın tək idarə eləməyəcək. Onun üzvləri olacaq, idarə heyəti olacaq. Həmin idarə heyəti gərək onu müdafiə eləsin, onunla birgə məsələlərə geçsin, gəlsin, yorulmasın, usanmasın. Hörmətli Kemal müəllim dedi, çox düz dedi. Bəli, bu cür problemlər var, yaddan çıxıb qalan, unudulan adamlar var. Bunları Ağsaqqallar qaldırmalıdır. İndi mən büyük nəsil köçəli kişinin adını hamayadan çəkmədim. İndi burada bizim bazılar əyləşirlər, indi onlardan da xahiş edəcək, onlar da bir iki kəlmə söz desinlər. Yəni, mən gözümün qabağındadır, bu köçəli Hacam yangın söndürməklə işləyirdi, sırabı bir işçiydi, amma zəhmətkeş idi, buradan gelirdi, oradan çıxırdı, işləyirdi. İndi gəlib, hər şey əlindən çıxıb, Ağsaqqal adamdır, sağlamlığı da bəlkə də heydər bu dərəcədə yerində deyir, 90 yaşı olacaq. 90 yaşı olacaq, Allah sana şükür. Yaşadıq, onu gördük, hə? Yaşadıq, sənin bu 90 yaşı, Allah qismət eləsi qeyd edir. Sözümün canı olduğu üçün, hələ, bax, bu cür adamları iləri çəkməlidir, hörmətli Azad müəllim və onun rəhbərlik elədiyi idarə heyətini. Və bütün məsələlərdə, Horovlu bir xüsusiyyəti də var, yoldaşlar. Mən bilirəm və Horovlu cəmaatı çox yaxşı tanıyır. Horovlu cəmaatı həm də tələbkardır. Tələbkardır. Bu Azad müəllimin boyundan böyük yük qoydunuz siz. O işin ötəsindən gərək gəlsin. İldə bir dəfə bizim nizamnamemiz var. Respublika Ağsaqqallar Şurasının nizamnaməsi var. O nizamnaməni mən kim seçiləcəkdir ona gələcəkdir. Gələcək hörmətli Azad müəllimə ki, özü də tanış olsun. İldə bir dəfə konferans səlahiyyətli ümumi yığıncaq keçiriləcək. İldə bir dəfə. Və 5 ildən bir dəfə sədr seçilir. 5 ildə bir dəfə. Amma bu il ərzində idarə heyəti üzvlərindən kimisə çıxartmaq, kimisə qoymaq, kimsə yaxşı işləyir, yaxşı işləmir, etimadı doğrudur, onlara deməli, belə iclas çağırılır, baxıla bilər. Əsasnamədə bunların hamısı göstərilir. Bir nəfər də indi müavin seçilməlidir. İndi təşrif var ki, ümumiyyətlə belə şeyi nətər məsləhətdir? Özü-özünə müavin seçsin, yoxsa o da zaldan seçilsin? Zaldan seçilək var. Hə? Hər şey. Onda sənin əvvəlcə çıxışına qulaq asaraq, sonra da... Mən hər birinizi salamlayıram, xoş gəlmişsiniz bu gözəl tədbirimizə. Mən Ağsaqqal kimi kəndimizə görmək istədiyinizə görə gəlin minnətdarlığınızla təşəkkür edirəm hər birinizə. Çox sağ olun, etimad göstərdiyinizə görə. Mən bu kənddə, doğru kənddə boyunbaşa çatmışam. Kənddə yanacaq ambarları, kastor ambarları işləmişəm, xeyirli şəhərdə yaranmışam, necədən valiliklər yəni. Mənə də etimad göstərib Ağsaqqal seçilsiniz. Çalışacaqdan sonra qalan ömrümdə bu işləri həll edir, həsb edir.
Hər birinizin sözünü, işini diqqətində cəlb edəcəm. Əlimdən gələni tək özüm yox, şuranın üzvləri ilə, sizin birliyinizlə bir yerdə həll edəcəm. Əlimdən gələni qədər dövlət səviyyəsində gücümüz çatanın, özümüzün səviyyəmizdə imkanlı şəxslərimizin, kəndçilərimizin köməyi sayəsində hər şeyi həll etməyə çalışacağıq. Sizinlə birlikdə tək əldən səs çıxmaz. Bir daha təşəkkür edirəm hər birinizə. Allah köməyiniz olsun. Diqqətli vaxtınızı ayırıb məclisə gəldiyinizə görə. Gələn axsaqqallarımızı, cəblərimizin axsaqqallarına təşəkkür edirəm. Bu arada necə bəslərdir? Sən indi de görək, biz neçə nəfərdən ibarət idarə heyəti seçək? Mənim bu, sizə ailə cəblərdə neçə nəfər? 5 də nəfər? olar, 7 də olar, 9 Sizdə neçə nəfər? Bizdə 11 nəfər. Biz rayon həmdəsi olduğumuzdayıq. Yox, indi mən burada adlarını deyəcəm, bir səsə qoyaq, onların seçilməsi. Deməli, neçə nəfər istəyirsiniz? Təxminən 9 nəfər. 9 nəfər. 9 nəfəri hörmətli Horoğlular. Bu sizin şəhərinizdən bu 9 nəfəri indi seçək, o Allah təlim desinləri seçək. Bunların içərisindən biri mavin olacaq, qalanları da idarə heyətinin düzgü olacaq. Elə mi? Bəli, bəli. Buyurun görək. Mən birinci Tahir Muradovu təklif edirəm. Bir də kimin adını çəkirsənsə bir də... Mən deyəcəyim. Buyur, Tahir. Tahir Muradovu həm Axsaqqallar Şurasının üzvü kimi seçirəm, həm də özümə mavi kimi seçirəm. Çox gözəl. Sonra yaşından asılı olmayan bölümdə yaşlı olsun, axsaqqal olsun, cavanlarımızdan da təklifim var ki, Fəlan İsmailov indi dəyərlər oxuduğunu seçir, Fəlan İsmailov həm qazimiz deyəm, yalan olub, onu da üzvü kimi təklif edirəm. Üçüncü demək istəyirəm ki, Haşiyər Məziyyət dedikləri bir-birə xüsusilə tanımayanlar var. Əhmədov Asifi kəndimizdə özümüzə belə icmalı üzvü kimi görmək istəyirəm. Azdan mı? Pənah hayatı yanından çəkdə yaxın. Pənah yanından çəkdə. Fəlanları çəkdə İsmailov, Fəlan Əhmədov. Sonra görmək istədiyim Alışo Mürşiddir, rayon səviyyəsində tanıdığım, aktivdə işləyib, kəndimizin xeyirdə şəhərdə həmişə iştirak edib, kanalımızda da kəndimizdə aktivdə işləyib. O Mürşid mənimlə qabaq birinin adını çevirəcək. Əhmədov Vasif Hüseynov. Faik müəllimi görmək istəyərdim. Biz də xahiş edirəm məktəbimizin direktoru Zavir müəllimi. Bizə elə həmişə dəstək olub, istəyərdim ki, məmizlərə də dəstək olsun. Mənim sağım qırmızıydı. İndi bilmirəm nə qədər doğru. Mən biraz təvazökarlıqla Yaşı neçədir? 41. Yox, direktor sizə Kömək olar, dəstək olar. O da boyunun altı ki, dəstək olacaq. Oldu, oldu. Mən məsələn bir təklif edeyim. Buyurun, buyurun. Mən təklif edeyim, Kəmal məzuni və bu idarə heyətinə üzvü Bazı mən təşəkkür edirəm etimatı üçün, amma mən qətiyyən qəbul edirəm. Niyə? Çünki mən hər zaman kaliteli məsələlərdə kənarda olmuşam, etiraf olmuşam. Yox, Kənddə eviniz var. Bəli, Kənddə eviniz var. Bəli, var. Niyə bu, niyə yox, olmur? mən bu məsələlər, mən axı dedim ki, gələcəkdə indi alacaq bəlli deyil, mən məsələlərdə belə deyirəm, mən haqqı. Yəni, ola bilər ki, Fuat Şəhərlər sabah dünən mənə etdiyini, sabah Azad müəllimə edə bilər ki, mən o icmada olmağı etiraz alsa daha Yaxşı, necə məsələ? Ben de Horoğlu cemaatini salamlayıram buradan. Rakiblerimize çok teşekkür ediyorum, kollektifimize teşekkür ediyorum. Allah size can sağlığınız versin. Ben şehitlerimizin karşısında baş eğiyorum. Allah onların yurdunu cennet eylesin. Kamil müəllim çok güzel bir söz
işletti ki, tənqid olmasa reallık olmaz. Kemal müəllim. Həqiqətən reallığı qazanmaq üçün görülən işləri düzgün görmək lazımdır. O iş bizim öz qarşımızdadır. Bu işə biz cavabdehlik daşıyırıq. Horoğlu cəmaatı daşıyır. Mən bilirəm ki, Horoğlu cəmaatı çox fikir cəmaatdır. Həmişə adından, sanından deyilən axsaqqallar olub. Bugünkü gündə Fıqanlı, Hasan Qaydı, Çapan Safaşa bizim iki foruma adlandırılır ki, onlara ayrı seçkili eləmək olmaz. Mən istədim ki, onlardan da bir nümayəndə seçilsin. Qardaş razılıq vermədi, o gün oturup adını bilmədim. Mən də Azad müəllim uğurlar arzulayıram. Bu işdə dəstək olmağa hazıram. Necə deyim, Allah bu gözəlliyi sizə çox görməsin. Horoğlunun gözəlliyini qorumaq lazımdır. Bugün çox gözəl bir hadisə baş verdi ki, biz oxuduğumuz məktəbin yeri olmasa da Kemal'dir. Bu Horoğlu məktəbi doğrudan da çox gözəldir ki, Zahid müəllim sizə çox təşəkkür edirəm bu təşkilatı yarattığınıza görə. Bugün doğrudan da bu tarixi bir hadisə oldu. Vaxt gələcək bizim gənc nəsillərimiz bu haqda yazacaqlar, oxuyacaqlar, danışacaqlar. Gözəldir, gözəlliyi qoruyub saxlamaq lazımdır. Sizdən bir dənə xahiş edərdim mən, Horoğlu cəmaatından xahiş edərdim. Bilirsiniz ki, Horoğlunun tikilməsi üçün öz canlarını qurban verən adamlar var burada. Evində, eşliyində, məsəl üçün, cəmaat şəhərdə geri-dincəlir. Bugün bizim nümayəndələrimiz var. Ondan sonra fəhlələrimiz var ki, burada işləyirlər, əziyyət çəkirlər. Mən istəyərdim onların da halalını alaq. Mən də onların əvəzindən sizə Horoğlunun belə genişliyin, gözəlliyin halallığını verirəm. Allah təala sizə can sağlığı versin. Allah təala sizə uzun ömür versin. Mən istəyərdim ki, həmişə burada şənlik, toy, bayram olsun. O toy bayramı da hamımız eyni qarşılayaq. Allah bizə artıq itki verməsin. Cənab-ı Rəis, Cənab Qalqoğlu, Sen anamlı başına aramcırsan ki, həmişə görürsün. mən sizə təşəkkür edirəm. Öz adımdan, Cəbrayıl polislər adından sizə təşəkkür edirəm. Çox sağ olun ki, varsınız. Həmişə siz ağsaqqal olmuşsunuz, həm də rəis olmuşsunuz. Mən yenə Horoğlu cəmaatına deyirəm, Vaqif müəllim o milli qəhrəmandır. Yenə sizə təşəkkür edirəm, Vaqif müəllim. Bugünkü gündə sizin ağsaqqalınızın nə Horoğludan, nə Cəbrayılın əsiriniz. Sağ ol.